Bəli, süni intellekt və insan yaradıcılığından bəhs etdik. Az əvvəl də süni intellektin müsbət və mənfi tərəfləri ilə bağlı bir xəbəri də sizlə paylaşmışdım. Süni intellekt üzrə mütəxəssisin fikirlərini sujeti izləyə-izləyə qonağımız da söylədi ki, mən də bu mövzu ilə bağlı mütləq öz fikrimi bildirməliyəm, amma mövzunu elan edim ki, bizim əsas mövzumuz nədir? Biz deməli, sürətli, stabil internetdən danışacağıq, kommunikasiya infrastrukturundan danışacağıq. Çünki hər birimizin işi üçün, biznes üçün, gündəlik həyatımız üçün çox vacibdir. Amma öncə qonağımızı təqdim etməliyik. Bir sözü internet dövrüdür deyirik və mövzumuzu elan etdi. Aysun, qonağımız isə Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Turqay Məhərrəmovdur. Turqay müəllim, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Artıq sizi qonaq kimi təqdim etməyin yeri yoxdur. Çünki bundan neçənci dəfədir bu studiyanın qonağı olmuşsunuz. Xoş gəlmişsiniz, səfalar gətirmişsiniz. Təşəkkür ederim. Və süni intellektlə bağlı sujetimizi izlədik. Sizin öz fikirləriniz var. Maraqlıdır ki, sizin düşüncəniz nədir bu mövzu ilə bağlı? Öncə bundan başlayaq. Doğrusu biz də eyni zamanda sosial şəbəkələrdə bu mövzular çox müzakirə olunur. Vətəndaşların bir narazılıq da hətta olur ki, süni intellekt bir sıra sahələrdə inkişaf etdiyinə görə hətta insanlar bəzən düşünür ki, olan işini əlindən alacaq kimi bir düşüncə yaranır. Birinci incəsənətlə bağlı demək istərdim ki, sizlər də daha yaxşı bilirsiniz bu sahəni. Bu incəsənət yaradıcılıqdan irəli gələn bir şeydir. Yəni, hər insanda bu bacarıq təbii ki, olmur. Süni intellekt, belə deyək, biz onu bir alət kimi təsəvvür etməliyik. Yəni, o alət bizim işimizi daha asanlaşdırma məqsədi daşıyır. Sizin yaradıcılığınıza təbii ki, o müdaxilə etmir və siz onu təbii ki, o yaradıcılıqdan irəli gələn o bacarıqlarınızdan sonra daha fərqli bir şeylər yarada bilərsiniz. Ola bilsin ki, bəzi insanlar, əsas mən gördüm... Kreativ ideya üçün, yəni əslində yaxşı rol oynayır. Bəli, mən açıq gördüyüm ən çox hissə buradan yaranır ki, bəzən mütəxəssislər, misal üçün dizayner olsun, digər incəsənət adamları olsun, baxırsınız ki, hər hansı bir əziyyətdən hazırladığı məhsulu AI qısa müddətdə hazırlayır. Bu da onu narahat edir ki, mən bu iş üçün nə qədər əziyyət çəkirdim, amma peşəkar olmayan bir şəxs onu qısa müddətdə hazırlayır. Amma mən düşünürəm ki, yəni, ümumiyyətlə, bu qlobal səviyyədə müzakirə olunur. Təkcə Azərbaycan üçün yox, süni intellekt inkişafı, insanların işsizləşməsi və s. Amma düşünürəm ki, dövrümüzdə bundan əvvəl də, yəni, köhnə texnologiyalar vardı. Biz onları inkişaf etdik, yeni bir dövrə keçid elədik və bundan sonra inkişaf intervalını davam edirik. Bu, insanları məncə narahat etməməli. Sadəcə biz o alətlərdən istifadə etməyə bacarmalıyıq ki, biz öz bazarımızı daha da sürətli inkişaf etdirə bilək. Bəli, razıyam. Mən bu yaxınlarda Naxçıvan Dövlət Universitetində bir hətta bu mövzuda startup layihə var idi, onun müzakirəsi də oldu. Bizim bir tələbəmiz psixoloqları əvəz etmək mövzusunda hansı ki bir süni intellekt vasitəsilə bir şeylər yaratmağa çalışmışdı və təbii ki, onu müsbət qiymətləndirən çox gözəl. Amma süni intellekt ümumiyyətlə insanların nə qədər qabaqlasa da insanların hisslərini əvəz edə bilmir. Yəni, insan müəyyən hisslər var ki, onu yalnız insan başa düşə bilər. Amma süni intellekt bunun mümkün deyil faktiki olaraq. Bəlkə gələcək üçün onun bir reseptorlar yarada bilər, amma mən düşünmürəm ki, onun insanda olan bu emosiyalar hiss eləyə bilər. Çünki nəticə itibarilə süni intellekt də insan yaradır. Ay, sağ ol. Bu mövzu düzdür. Bir qədər haşiyədən kənara çıxdı, amma qoy bunu da demirəm, qalmasın. Son vaxtlar insanlar da süni intellekt bir rəqabətə girib. Buna da bir müsbət tərəfdən baxsaq, əslində insanlar da öz üzərində çalışırlar, deyil mi? Bu yaxşı bir haldır, niyə də olmasın? Və süni intellektdən istifadə etmək üçün də bizim güclü internetə ehtiyacımız var, deyil mi, Turqay müəllim? Və bu işdə də Naxçıvan, bu sahədə də Naxçıvanda bir sıra işlər görülür. Fiber optik kabellərin çəkilməsini göstərə bilərik. Son zamanlar, yəni, bizi də narahat edən mövzulardan edir ki, vətəndaşların internet mövzusunda müəyyən narazılıqları var. Təbii ki, haqlı hesab edirik. Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə Naxçıvan şəhərində ilk dəfə olaraq fiber optik kabellər vasitəsilə, xüsusilə GPON texnologiyası ilə Naxçıvan şəhərinə və ətraf rayonlara və ondan da irəli gələn mərhələli şəkildə ucqar kəndlərimizə bu tip texnologiyanın tətbiqi nəzərdə tutulur. Mən bunu xüsusilə qeyd edim ki, bu proses rəhbərliyin xüsusi gündəliyindədir, hansı ki, ən öndə kimi qeyd edilən fəaliyyətlərimizdən birisidir. Hal-hazırda maksimum sürətli şəkildə Naxçıvan şəhərində, hətta bir sıra küçələrdə artıq bu fəaliyyət yekunlaşıb, artıq biz internetin istifadəsini vermişik bir sıra küçələrdə və hal-hazırda biz sınaq mərhələsini də keçmişdik. Yəni, uğurlu nəticələrlə biz bu işə başlaya bildik
vətəndaşlarımızla geri dönüşü bu istiqamətdə müsbətdir. Bu da bizi sevindirir. Yəni açığı desək, bu bizə motivasiya verir bu işin sürətlənməsi üçün. Yəni bu sürətli internetdə daha hansı üstünlükləri var fiber optikin? Biraz da açıqlama verə bilərikmi? Bu kabellərin digərlərindən texnologiyası dedi. fərqi nədir? Mən belə deyim, bu birinci mövzu sürət məsələsidir. Təbii ki, sürət arx fonun çox insana maraqlı deyil, sadəcə sürət kifayət edir. Amma fiber optik xətlərin birinci siz bildiyiniz kimi işıq sürəti ilə ötürülməsi məsələsi var və GPON texnologiyasının üstünlüyü şəbəkə sahəsinin ekvivalenti olaraq MPLS sistemi var. Hansı ki, məlumatlar bir xətt bloklu olarsa, hər hansı səbəblərdən dayanmış olarsa, digər xətlərdən alternativlər tapıb məlumatı mütləq şəkildə həmin istiqamətə ötürür. GPON texnologiyası da eyni sistemlə işləyir. Hansı ki, bir istiqamətdə məlumat kəsintisi baş verərsə, o məlumat şəbəkəsinin açılmasını gözləmədən digər xətt vasitəsilə bütün xətlərin alternativləri var. Bu arada qeyd edim ki, hər hansı istiqamətdə problemlər, fövqəladə vəziyyətlər yaşanarsa, alternativ xətlər vasitəsilə bu təmin olunması nəzərdə tutulur. Yəni burada kəsintisiz. Bəli. Yəni burada əsas məqsədimiz həm vətəndaş üçün sürətli internet, həm ucuz internet məsələsi də var burada. Çünki əvvəlki texnologiyanın təbii ki, müəyyən bir məsrəfi olduğuna görə də bunun qiyməti ola bilsin ki, indikinə nisbətən baha idi. Və biz bunu da çalışırıq ki, həm ucuz internet, həm də əsasən burada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin əsas aparıcı qüvvə olması bir növdə bazarda sağlam rəqabətin formalaşması və eyni zamanda vətəndaşın hüquqlarının qorunması məqsəddə daşıyır ki, vətəndaş hər hansı özəl şirkətlərin süni yaradılmış qiymət belə deyim, çətinliklərindən də yan keçmiş olur. Biz bu işi belə deyim, bir bayraqdar rolunda öndə aparıcı olaraq başlayırıq. Ümid edirik ki, bu sağlam rəqabətin formalaşmasında da çox böyük təşəbbüs verəcəkdir. Bəli, biz də inanırıq. Bu, demək, fiber optik kabellərin tətbiq olunduğu əraziləri istərdim vurğulayaq. Daha geniş bir əraziləri də əhatə edəcəkmi? Yəni, şəhərdən kənar rayonları da əhatə edəcəkmi? Təbii ki, bizim ilk işimiz Naxçıvan şəhərini tam təmin etmək. Hal-hazırda Atatürk prospekti, Heydər Əliyev prospekti və bir çox küçələri var ki, mən də Allah'ını çəkib vaxtınızı almaq istəmirəm. Artıq Naxçıvan şəhərinin əsasən mərkəz və bir sıra yerlərinə artıq bu internet şəbəkəsi çəkilir və hətta bunun paylamı da icra edilir. Yaxın günlərdə biz düşünürük ki, Naxçıvan şəhərinin ətrafını və eyni zamanda Babək rayonu olaraq tam əhatə etək və mərhələ şəkildə rayon mərkəzlərindən də başlayacaq bu yaxın günlərdə və təbii ki, bu biraz vaxt apara bir prosesdir bildiyiniz kimi, çünki yeni xətlər çəkilir, yəni infrastruktur bir növü yenidən qurulur və ümid edir ki, ən qısa müddətdə tam şəkildə Respublikamızın ərazisinin sürətli internetdən təmin edə biləcək. Bəs istifadəçilər necə bu internetə keçmək üçün hər hansı bir prosedurlar etməlidirlərmi, yoxsa? Hal-hazırda müraciət edə bilərlər, hansı ki, artıq müraciətlər də doğrusu çoxalıbdır və yəni bir növ insanlar gördüksə, yaxınlarına danışdıqsa, bir növ müraciətləri artırır bu və təbii ki, biz də o müraciətlərə uyğun maksimal şəkildə təmin etməyə çalışırıq ki, yəni gecikmələr olmasın və belə deyim, biz xətləri çəkdiyimiz istiqamətlərdə təbii ki, bu prosesi vətəndaşlarımız gördüyünə görə və uzun müddətdir internetdən də əziyyət çəkdiyinə görə təbii ki, maraqlanırlar və ilk fürsətdə təbii ki, insanlar qoşulmaq istəyir. Yəni, buyurun sözünüzü biz çalışırıq ki, yəni ən qısa müddətdə şey eləyək, çünki vətəndaşlar da bir növü tələsir bu internetin təmin olması üçün. Təbii ki, bu biraz vaxt aparan bir prosesdir. Ən qısa müddətdə təbii ki, təmin edəcəyik inşallah. Deməli, Turqay müəllim, siz az əvvəl vurğuladınız internet tariflərinə, ödənişlərə. Bugün vətəndaşlar üçün də çox maraqlıdır əslində. Yəni, fiber optik layihələrin genişləndirilməsi baxımından, baxın elə bu genişləndirmə, bu yenilik internet tarifinə necə təsir eləyəcək? Qısa vurğuladınız, bilirəm, amma biraz da istərdim bu mövzunu açaq. Bu müasir texnologiyanın istifadəsi onun məsrəfini də azaltdığına görə artıq internet tarifləri ucuzlaşdırılır. Biz ilkin olaraq Naxçıvan Muxtar Respublikasında xüsusən internet tariflərini ən ucuz təqdim edən bir qurum kimi fəaliyyət göstəririk hazırda və bundan sonra artıq biz görürük ki, bazarda fəaliyyət göstərən digər özəl şirkətlər də artıq qiymətləri yendirməyə başlayıbdır. Çünki bizim əsas istəklərimizdən də biri budur ki, vətəndaş ucuz internet əldə etsin və keyfiyyətli təbii ki. Sürətli. Və bizim bu başlatdığımız fəaliyyət artıq biz müşahidə edirik ki,
öz təsirini qoyubdur və bundan sonrakı özəl şirkətlər də fəaliyyət göstərsə, artıq təbii ki, bundan daha ucuz qiymətə təqdim etmək olacaqdır. Bu da bir rəqabət deməkdir və rəqəmsal inkişafa da öz təsirini göstərəcək. Biz az əvvəl Dövlət Xidmət Mərkəzinin əməkdaşı ilə söhbət etdik. Qeyd etdik, xidmət mərkəzləri yaradılır, vergi ödəyiciləri artıq rəqəmsal formada, elektron formada öz demək suallarına cavablar alırlar, öz demək problemlərini həll edirlər vergi xidmətinin əməkdaşları tərəfindən və ölkədə ümumiyyətlə hər şey rəqəmsallaşma o qədər sürətli inkişaf edib ki, bu da təbii ki, öz təsirini internetdə göstərir, deyilmi? Təbii ki. Yəni tək texnoloji bir yenilik deyil əslində, həm də rəqəmsal inkişaf deməkdir. Əslində bu İnternetin sürətlənməsi. təbii ki, eyni zamanda təhsil sahəsində böyük inkişaf yaradacaq. Təhsil, biznes. Mən doğrusu deyim ki, Naxçıvan ərazisində mən gördüyüm, belə deyim, xüsusən tələbələrin, hansı ki, müəyyən sahələrdə kurslar və s. almağa çalışan insanların onlayn kurslardan daha çox imtina etməsi və əyani kurslara üstünlük verməsi mən müşahidə etmişəm. Və bunu bir növ şəxsi olaraq bir növ araşdırmağa çalışdım. Burada mövzu təbii ki, insanlar üçün faydalı olan əyani dərs metodudur. Amma bəzi hallarda insanların, tələbələrin dərs aldığı dövr və s. iş mühitində olan insanların iş qrafikini nəzərə alaraq onlayn formatda dərslərə daha çox üstünlük vermək. Biz uzaqdan təhsil deyirik, təbliğ edirik, distans təhsili. Amma bunun əsas problemi bir növ internetin zəif olmasıdır ki, insanlar onlayn dərslərdə çox da istifadə edə bilmirdi. Artıq internet sürətinin artırılması bir növdə təhsil sahəsində də öz inkişafını yaradacaqdır. Çünki onlayn dərslər bir növ insanlar üçün daha sürətlidir. İnsanlar yollarda vaxt itirincə daha çox öz işlə məşğul olmağa və öz təhsillə məşğul olmağa vadar olur. Yəni bu sürətin artması eyni zamanda təhsil sahəsində də böyük bir inkişaf yaradacaqdır. Təşəkkür edirik Turqay müəllim. Mövzu ilə bağlı başqa demək istədikləriniz varmı? Tamaşaçıların da bəlkə də diqqətinə səbəb olacaq fikirlər səsləndirə bilərsiniz. Vətəndaşlarımız bəzən düzgün istifadəmi? Yox, düzgün istifadə artıq mən düşünürəm ki, artıq insanlarımız yetərincə təcrübə qazanıb, məlumatlılar da. Bizim mütəxəssislər də bu avadanlıqları quraşdırarkən vətəndaşlara bu barədə məlumatlar verir və təbii ki, Nazirliyimiz sosial şəbəkə platformalarında bu tip məlumatlar da qeyd olunur. Əsas vətəndaşların bir növ bu prosesi gözləməsidir və insanlar təbii ki, tez bir zamanda bunun həll olmasını istəyir. Təbii ki, hal-hazırda müraciətləri çoxdur. Amma ən qısa müddətdə hər bir evə ümid edilir ki, sürətli interneti təmin edə biləcək. Təşəkkür edirik, var olun. Bu işdə sizə uğurlar arzulayırıq. Bilirik ki, bu işin özünün çətinlikləri var və sizə uğurlar arzulayırıq. Müəyyən zaman alsa da, əlbəttə qısa bir müddətdə hamı bundan yararlanacaq. Bəli. Və indi nədən danışacağıq? Xalçaçılıq sənətindən danışacağıq. Biz yox, xalçaçılıq yox, Aysun. Biz günümüzün sonu ilə bağlı olan sujeti təqdim edəcəyik. Buyur. Bəli, peyvəndlərdən danışacağıq. Biz təbii ki, izləyicilərin bir neçə fikrini səsləndirdik mövzu ilə bağlı, amma qeyd etdiyimiz kimi şəhər sakinlərinin fikirləri də bizim üçün maraqlıdır. Gəlin baxaq görək onlar nə düşünür bu mövzu ilə bağlı.